Sənə görə Muaviyə bu iman üzərində ölməyib. Yəni sahabə ilə savaşıb, Əhl-i Beytə qarşı savaşıb və bu savaşdığına görə də sən Muaviyəni kafir adlandırırsan, mənə görə isə Muaviyə sahabədir. Sən bir şeylər iddia etdin, mən bir şeylər iddia etdim. İndi bu iddia etmiş olduğumuz şeyləri hara aparmalıyıq? Aparmalıyıq Allahın kitabına. Aparaq Allahın kitabına. Allahın kitabında iki mömin tayfa savaşanda Allah bu iki mömin tayfadan birisinə məgər kafir deyir? Allah Azza və Cəllə öz əzəmətli kitabında buyurur ki: "Və in taifətani" Diqqət et. Minəl mu'minina iqtatalu fa'aslihu beynəhumə. Möminlərdən iki tayfa savaşarsa, onların arasını barışdırın deyir Allah Azza və Cəllə. Diqqət et. Möminlərdən iki tayfa. Deməli iki mömin tayfa bir-biri ilə savaşa bilir. Sən necə deyirsən ki, gəl bu ayəyə isnad edək? O ayə möminlərdən danışır. Biz desəydik ki, Muaviyə möminlərdəndir, yaxşı iki mömin savaşıb nə edək, onda bu ayəyə isnad edərdik. Mübahisə mövzusu budur ki, biz deyirik, özün deyirsən ki, şiələr deyirlər, Muaviyə İmam Əli əleyhissalam qarşı çıxdığı üçün, Əhl-i Beytə qarşı çıxdığı üçün möminlik vəsfini itirdi. Amma sən isə deyirsən ki, yox, Əhl-i Sünnəyə görə Muaviyə sahabidir, möminliyində qalıb. Deməli, müzakirə mövzusu nədir? Müzakirə mövzusu budur ki, Muaviyə Əhl-i Beytə qarşı çıxdığı üçün, İmam Əli əleyhissalam qarşı çıxdığı üçün möminlik sifəti onda qalıb, yoxsa yox. Müzakirə budur. Buna görə biz Quran-ı Kərimə müraciət etməliyik. Yoxsa biz Muaviyəni mömin hesab etmirik ki. Sizin xətanız buradadır. Biz demirik ki, Allah Azza və Cəllə deyir, möminlər savaşsalar biri kafirdir. Yox, Allah Azza və Cəllə o ayədə ya möminlər savaşıblar Peyğəmbərin vaxtında. Allah deyir, möminlərdən iki dəstə savaşsa, şəhadət verib ki, o iki dəstə mömindir. Və bizə deyib, savaşsalar aralarını islah edin. Peyğəmbər də möminlərə deyib ki, aralarını islah eləyə, sülh eləyə aralarında. Yəni ümumiyyətlə belə bir hadisə baş verməyib. Sadəcə Allah bizə qaidə kulliyyə ətalıyıb ki, harda görsüz möminlərdən iki dəstə savaşır, aralarını sülh edin. Sən əvvəl isbat eləməlisən ki, Muaviyə mömin idi, ondan sonra bu ayəni gətirə bilərsən. Muaviyə hətta fərz eləsək ki, Siffin döyüşünə qədər fərz elə möminlikdə qalmışdı. Amma artıq İmam Əli əleyhissalam dövründə Siffin döyüşü ki baş verdi, bu artıq möminlik vəsfini itirdi. Quran deyir, möminlərdən iki dəstə savaşsa. Quran demir ki, hər kəs savaşsa mömindir. Və Quran demir ki, savaşan möminlər ki var, savaşlılar, bütün savaşlarda onlar möminlik vəsfində qalıblar. Xeyr. Mömin var ki, sən onunla savaşsan, iman vəsfini itirirsən. Bunu da dəlil elə Vəhabilərin öz kitablarında gələn hədisdir. Dorar.net saytında Sahih Müslimdən isnadən veriblər. 78-ci rivayət. İmam Əli əleyhissalam buyurur ki, Peyğəmbər mənə dedi ki, Əllə yuhibbəni illə mu'minun və lə yubğidəni illə münafiqun. Məni ancaq mömin sevər, məni ancaq münafiq buğz edər, nifrət edər, düşmənçilik eləyər. Siffin döyüşü də müharibədir. Sevməməyin ən uca zirvəsidir. Düşmənçiliyin ən pik nöqtəsi olan müharibədir. Müharibədən də açıq-aşkar düşmənçilik yoxdur ki. Muaviyə ona da əl atıb.